33 il öncə aprelin 2-də Kəlbəcərlilər doğma yurdlarından didərgin düşdülər və bugün isə tarix yenidən yazılır. Kəlbəcərin torpaq həsrəti ilə yaşayan sakinlərinin illərdir gözlədikləri gün artıq çatıb. Onlar mərhələli şəkildə doğma yurdlarına qayıdırlar və bugün daha 27 ailə yenidən qurulan Kəlbəcərə dönüb. Tələsmə, hər şeyi həll edən vaxtdır. Bir gün gülə-gülə qayıdacaqdır, ağlaya-ağlaya keçən Kəlbəcər. 1993-cü il 2 aprel. Kəlbəcər sakinləri kədər, ağracı içində ayaqyalın halda rayonu tərk etdilər. 33 il sonra geri qayıdırlar. Tarix eynidir, amma dövr artıq başqadır. Bugün həmin tarix onlar üçün sevincə çevrilib. Mən görüm yaşıma bax, başıma bax, mən bu saatı qədəmim tutsa Murov'u piyadaşarım. Deyirəm, hamı geçsin, sağ-salamat olsun. Sevincimin həddi-hududu yoxdur. Öz vətənimə köçürəm. Oradan çıxanda 9 yaşım olubdur. İndi 41 yaşımdan vətənimə qayıdıram. Kəlbəcərlilər qayıdış sevinci ilə bir-birlərini təbrik etdilər. İllərlə davam edən ayrılıq nəhayət sona çatır. Qayıdırıq torpaqlarımıza. Mən o vaxtı oradan çıxanda mən 17 yaşımda çıxmışam. Murovda 17 yaşım tamam olub. Dünən mənim 50 yaşım tamam oldu. İndi bu günə şükür ki, qayıdırıq Kəlbəcər vətənimizə. Qəfəsindən uçindi, dünyanı gəz, ürəyinə açindi, Qarabağın çöllərinə saçınci, azadsan, azadsan, vətən. İldən sonra eyni tarix yaşanır. 2 aprel. 33 il bundan əvvəl ağrı, acı, kədər var idisə, bugün isə ümid, sevinç və xoşbəxtlik var. Kəlbəcərdə yaradılan şərait, inşa edilən yeni yaşayış evləri və bərpa olunan infrastruktur bu qayıdışı daha da sürətləndirib. Nəticədə bugün Kəlbəcərə 113 nəfərdən ibarət daha 27 ailə qayıtdı. Böyük bir sevincidir bizim üçün. Öz torpağımıza qayıtmışıq, elimizə, obamıza qayıtmışıq. Şükürlər bu günümüzə. Allah dövlətimizi qorusun. Çox həyəcanlı, 30 neçə il burada yaşamışıq, 30 ildə məcburi köçkün olmuşuq. Yenə şükürlər. Qayıtdıq. Mən keymişəm, mən elə bilirəm ki, mən yuxudayam. Bu gecə səhər ağlamışam o göydəki Allah haqqı. Bu işdə kimin əməyi varsa, Allah onu var eləsin. Çox gözəl bir hissiyə Allah hamıya qismət eləsin, bütün məcburi köçkünlərə bu hissi arzu edirəm. Gəlsinlər, görsünlər, yaşasınlar. Yəni bugün bura gəlmək bizim borcumuzdur. Yəni burada bizim şəhidlərimizin haqqı var. Mənzillər müasir şəhərsalma prinsiplərinə uyğun olaraq inşa edilib və hər bir mənzil davamlı olaraq su, işıq, qaz və sürətli internetlə təmin olunub. Həmçinin sürətli liftlərlə də binalar təmin olunub. Bir məqamda qeyd etməliyəm ki, növbəti köçün də məhz Zar kəndinə olacağı ehtimal edilir. Bununla da Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsinə 1-ci mərhələ üzrə ümumilikdə 162 ailədən ibarət 680 nəfərin qayıdışı təmin edilib. 33 il əvvəl Ağdaban, Başlıbel, tunel qırğını kimi faciələrdən keçən Kəlbəcərlilər bugün qürur və sevinç hissi ilə geri dönüb burada yeni həyatlarını qururlar. Xaliq Qurbanlı, Elnur Tofiq, Nərmin Malik qızı, Ayşəm Cümşüdova, Bağır Kərimov, ASTV Xəbər.